Ölkəyə payız fəslinin daxil olması səbəbindən intensiv yağışların da yağması gözlənilir. Öncəki illərdə normadan artıq yağıntının düşməsi ilə izah edilən bir çox bədbəxt hadisələr baş verdi. Belə ki, yolları, keçidləri su bastı, nəticədə həyatını itirənlər oldu. O cümlədən təsərrüfatları su bastı, bölgələrdə çayların daşması nəticəsində evlər yararsız hala düşdü. Kəndlər boşaldıldı. Azərbaycan payız-qış sezonuna nə dərəcədə hazırdır? Bu ildə paytaxtda eyni halın təkrarlanması mümkündürmü? Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, əslində payız yağıntıları kənd təsərrüfatı sahəsinə müsbət təsir edir. Səbəbi isə ölkəmizdə böyük taxıl sahələrinin əsas hissəsi dəmiyə ərazilərində yerləşir və bu baxımdan yağıntılar xüsusi əhəmiyyət daşıyır. Ancaq yağıntı yalnız normal qaydada olduqda səpinlər üçün əlverişli şərait yaradır. Başqa tərəfdən, intensiv, sürətli və davamlı yağışlar fəsadlara yol açır, sel və daşqınlar yaranır, infrastruktur zərər görür. Məsələ təkcə kənd təsərrüfatı torpaqları ilə məhdudlaşmır. Ziyan dəymiş ərazilərin bir hissəsi, bələdiyyələrin, başqa hissəsi isə icra strukturlarının məsuliyyətində olan sahələrdir. Əsas problemlərdən biri isə həmin yaşayış məntəqələrində bəndlərin və drenaj sistemlərinin olmamasıdır. Bunun nəticəsində əkin sahələrini su basır. Yəni, qarşıda görüləcək işlər çoxdur. Ekoloq Cəmşid Bəxtiyar qeyd edib ki, payız-qış mövsümündə yağıntıların intensivləşməsi həm paytaxtda, həm də bölgələrdə infrastrukturun davamlılığı ilə bağlı ciddi risklər yaradır. Bakı və iri şəhərlərdə yağış sularının axıdılması üçün kanalizasiya sistemləri tam gücü ilə işləmədiyi üçün qısa müddətli intensiv yağışlar belə yollarda gölməçələr yaxud daşqın effekti yaradır. Son illərdə müəyyən yenilənmələr olsa da, mövcud sistemin köhnəlməsi, kanalizasiya tutumunun azlığı və məhəllədaxili xətlərin vaxtında təmizlənməməsi riskləri hələ də saxlayır. Bölgələrdə isə çayların məcrasından çıxması və dağlıq ərazilərdə sel təhlükəsi daha çox müşahidə edilir. Bəzi yerlərdə bəndlərin gücləndirilməsi aparılır, ancaq kompleks və uzunmüddətli tədbirlər tam nəticə verməyib. Həmçinin çox qısa müddətli, intensiv leysanlar və güclü küləklər də bəzən ən müasir sistemləri belə yüklələ, dağıntılara səbəb ola bilər. Şəhər yollarının su basmasının qarşısı kanalizasiya xətlərinin vaxtında təmizlənməsi və tutumunun artırılması ilə azaldılmalıdır. Təsərrüfatların zərər görməməsi üçün müvəqqəti qoruyucu bəndlər qurmaq lazımdır. Çünki Azərbaycan hələ tam təhlükəsiz mövqedə deyil.